Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaja Kallas arasında geniş tərkibli görüş keçirilib. APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında bildirilib. Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır deyə məlumatda qeyd olunub. Görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Müzakirələr siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin genişləndirilməsi istiqamətlərini əhatə edib. Müzakirələrdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi rolu xüsusi vurğulanıb. Eyni zamanda, bərpa olunan enerji sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib. Bununla yanaşı, görüşdə ticarət və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, eləcə də nəqliyyat və logistika bağlantıları, xüsusilə orta dəhlizin inkişafı və regional infrastruktur layihələri müzakirə olunub. Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunublar. Post-münaqişə dövründə aparılan bərpa və yenidən qurma işləri, humanitar mina təmizləmə fəaliyyəti və Cənubi Qafqazda normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti bir daha vurğulanıb. Bundan əlavə, Ceyhun Bayramov X hesabında görüş barədə paylaşım edib. Nazir paylaşımında görüşün məhsuldar keçdiyini bildirib. Avropa İttifaqı ilə tərəfdaşlığımızı praktik və nəticə yönümlü əməkdaşlıq vasitəsilə daha da gücləndirməyə sadiq qalırıq deyə o qeyd edib.